qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Qur'anı sənə nazil edib, vacib buyuran Allah, qaydacağın yerə səni mütləq qaytaracaqdır. De ki, Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq aydın azğınlıq içində olduğunu yaxşı bilir. Sən bu kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma. Allahın ayələri sənə nazil edildikdən sonra müğayət ol ki, onlar səni bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma. Allahla yanaşı başqa bir məbuda yalvarma. Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun üzündən başqa hər şey məhv olacaqdır. Hökm O'nundur və siz O'na qaytarılacaqsınız.